Salam müəllimlər, hər vaxtınız xeyirli, uğurlu olsun. Çeviklik hərəkət qabiliyyəti artıq bizim 5-ci dərsimizdir. Çevikliyin tərifi. Yeni hərəkətin tez mənimsənməsi və dəyişən şəraitdə insan orqanizmin müxtəlif hərəkətlərin biomexaniki strukturunun yenidən qurulması və gəldi komponentlərinə. Komponentləri 3 komponenti var. Koordinasiya, hərəkətin icra dəqiqliyi və hərəkətin icrasına sərf olunan vaxt. Yaş dövrü 7-12 yaş, əlaqəli olduğu birinci yarım ildə sürət, güc və bədənin əyilmə qabiliyyətidir. Metodları oyun, yarış, fasiləli dəyişkən, təkrardır. Funksiyonal sistemlərlə əlaqəsi, mərkəzi sinir sistemi, əzələ və kiçik summativ qiymətləndirməsi. Və 5-dən 11-ə qədər müəllimlər kiçik summativ qiymətləndirmə aparılır. Futbol topunun qapıya vurulması, 2. Handbol topunun qapıya vurulması, 3. Basketbol topunun səbətə atılması, 4. Voleybol topunun oyuna başlaması və bunların hər biri 5 cəhddir. Diaqnostik və BSQ qiymətləndirmə. Diaqnostik və BSQ qiymətləndirmə hər ikisi eynidir. 3, vur, 10, məki, qaçışı. Çevikliyin növləri var. Ümumi çeviklik, var xüsusi çeviklik. İnsanın hərəki fəaliyyətinin idarə olunması və tənzimləməsinə hazırlığı kimi dəyərləndirilir. Bu ümumi çeviklikdir. Xüsusi çeviklikdə isə hər hansı ixtisas sahəsi gəlirsə, biz bunu götürəcəyik xüsusi çeviklik. Və çeviklikdə ümumi xüsusi olduğu kimi müəllimlər, koordinasiya növlərində də 2 dənə növ var. Var ümumi koordinasiya, var xüsusi koordinasiya. Burada da çevikliyin ümumisi ilə demək olar ki, eynidir. Burada da insanın hər iki fəaliyyətinin idarə olunması və tənzimləməsinə hazırlıq kimi dəyərləndirilir. Bu eyni olaraq qalacaq və gəldik xüsusi koordinasiyada bir hərəkətdən digərinə tez keçmə varsa, bu olacaq xüsusi koordinasiya. Və gəldik koordinasiyanın səviyyələrinə. Koordinasiyanın 3 səviyyəsi var. 3 səviyyəsi var. 1. Sinir koordinasiyası, 2. Əzələ koordinasiyası, 3 olacaq sinir, əzələ, bir də hərəki koordinasiya. Və bunların hər ikisində demək olar ki, açar söz verib, sinirdə sinir verib, əzələdə əzələlərin digərinə ötürülməsi. Hərəki koordinasiyada məkan və zaman varsa, məkan və zaman bunu gördüksə, biz bunu götürəcəyik hərəki koordinasiya. Gəldik dəqiq icranın komponentlərində. Dəqiq icranın müəllimə 5 komponenti var. 1. Ölçmə dəqiqliyi, 2. Fərqləndirmə, 3. Hədəf dəqiqliyi, 4. Verilmiş statik vəziyyətin qorunması dəqiqliyi, 5. Müxtəlif növ siqnallara dəqiq cavab vermə. Atdığım PDF-də var, izləyərsiniz və özünüzdə qeyd edərsiniz. Müvazinət, müəllimlər, müvazinət. Bunun müvazinətin tərifi tarazlığın qorunmasıdır. Yəni, tarazlığın qorunması varsa, bu birbaşa olacaq müvazinət. Və müvazinət özü də 2 yerə bölünür. 2 yerə bölünür. Var statik, var dinamik. Və biz əyilgənlikdə olduğu kimi, qüvvədə olduğu kimi və çeviklik və dözümlükdə olduğu kimi eyni mənanı kəsb edir. Yəni, statik saxlama varsa statikdir. Dinamik varsa hərəkətlidir, yəni icra etmə var. Sadəcə vəziyyətlərə görə dəyişir. Məsələn, əyilgənlikdə körpü vəziyyəti statik idi.
Amma çeviklikdə isə statik. Məsələn, qaranquş duruşudur, leylək duruşudur, xoruzvari duruş. Yəni bir ayaq üzərində duruşlar varsa, bu statikdir. Yəni sakit tempdə və bir vəziyyətdə dayanırsa. Dinamik də olduğu kimi o biri hərəkət qabiliyyətlərdə də hərəkətlidir. Sadəcə hansı hərəkəti eləyir və hansı hərəkətə uyğundursa, onu formalaşdırmalıyıq. Məsələn, kəndirbazın tək kəndir üzərində getməsi. Bu həm tarazlıdır, tarazlığını saxlayır, balansını saxlayır. Plus üstəgəl də hərəkətlidir. Bax bu formada yadda saxlaya bilərik. Müəllimlər sağ olun, salamat qalın. İnşallah dözümlüyü də hazırlayım ətraflı şəkildə bu formada atacağam və növbəti dərsimizdə dözümlü qabiliyyəti olacaq.